Şəhidlik hər kəsə qismət olmayan ən ali zirvədir. Döyüş meydanında vətəninin azadlığı uğrunda döyüşən hər əsgər, hər zabitin arzusu vətən uğrunda şəhid olmaq, son nəfəsini vətən torpaqlarından düşməni qovalayarkən verməkdir. Vətənin azadlığı üçün vuruşub, son nəfəsini döyüş meydanında verən qəhrəman igidlərimizdən biri də Şəhid İskəndərov Elvin Akifoğludur. Elvin 1998-ci il avqust ayının 14-də Şabran rayonunda anadan olmuşdu. 1995-ci ildə Şabran rayonu 2 sayılı tam orta məktəbdə təhsilinə başlayan Elvin 2006-cı ildə təhsilini başa vurur və elə həmin ili də hərbi xidmətə yollanır. 2008-ci ildə hərbi xidmətini başa vuran Elvin 2009-cu ildə təlim-tədris mərkəzinin çavuşluq kursuna daxil olur. 2010-cu ildə N sayılı hərbi hissədə xüsusi təyinatlı qüvvələr kursunu keçən Elvin 2011-ci ildə kəşfiyyatçı vəzifəsinə təyin olunur. Xidməti dövründə Elvin bir neçə dəfə tapşırıqlarda, əməliyyatlarda olur, aprel döyüşlərində iştirak edir, bir neçə ermənini öldürüb qarşı tərəfə sarsıdıcı zərbələr vurur. Döyüş bitəndən sonra könüllü olaraq neytral zonada qalır və döyüş yoldaşlarının cansız bədənlərini götürməyə kömək edir. 2020-ci ildə 2-ci Qarabağ müharibəsində Elvin Füzuli, Murov, Suqovuşan, Hadrut uğrunda gələn döyüşlərdə iştirak edib böyük şücaət göstərir. Oktyabrın 4-də öz dəstəsi ilə kəşfiyyata gedərək Cəbrayılda ön xəttə yerləşən erməni hərbi hissələrinin birini ələ keçirir, 40-a yaxın ermənini öldürüb 320 nəfəri mühasirəyə salır. Əlbəyaxa döyüşlərdə iştirak edərək bir neçə tapşırığın öhdəsindən uğurla gəlir. Bundan bir gün sonra isə Cəbrayıl uğrunda gedən döyüşlər zamanı şəhadətə ucalır. Ölümündən sonra Füzulinin, Cəbrayılın, Kəlbəcərin azad olunmasına görə Cəsur döyüşçü, Vətən uğrunda medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Şəhid Gizir İskəndərov Elvin Akifoğlu Şabran rayon Şəhidlər Xiyabanında dəfn edilir.